Salam, necəsən? Ümid edirəm yaxşısan. Əslində günlük bir şəkil vlogu çəkmək istirdim, amma o qədər yorğunam ki, inan dedim elə gəlim oturum burada səninlə FaceTime eləyim, biraz da şəklin atmosferindən danışım. Mən əslində həmişə şəkiyə gəlirəm, tez-tez gəlirəm, amma bir tık fərqlilik hiss elədim. Biraz qaraçılar çoxalıb, hətta bizim sumkamızı dartırdılar yolda. Rəfiqəm dalaşdı. Bir qaraçı ilə bildiyiniz qızın sumkasını dartıb içinə girirdi. Yəni bu qədər də olmaz. Biraz bu məni məyus elədi. Mən şəki ilk dəfədir gəlmirəm. Yəni dəfələrlə gəlmişəm. Heç belə bir halla qarşılaşmamışdım. Avtovağzaldan düşdük, biraz məsafə getdik və çox qəribə bir vəziyyətə düçar olduq. Qəribə bir vəziyyət yaşadıq. Hə, indi mən əslində avtobusda video çəkmişdim. Başlığı elə giriş eləmişdim. Bilmirəm, indi onu bura qoyaram, ya qoymaram. Sizə dediyim kimi o insanın bir rest eləyib. Mənim izləyicilərimə salam de. Salam, herkese. Hə, əslində o dediyim resti indi özüm eləyirəm. Biraz fasiləyə ehtiyacım var idi. Düşündüm ki, elə Qurban Bayramının tətili əsr yerinə düşür. Biraz məncə istirahət eləmək çox qəşəng bir şeydir. İnsanın ruhunu dinləməyi, belə anlarda, məsələn, şəhərdə deyib gülüb əylənmək öz yerində yaxşıdır, amma bir səsə qulaq asın. Təsəvvür edin ki, yəni bu atmosferdə özünüzlə tək qalırsınız da, bambaşqa bir hissdir. Hə, bugün bir mövzum yoxdur əslində. Bəlkə də var, bilmirəm. İndi hələ bir dəqiqədir danışıram. İrəliləyən dəqiqələrdə bəlkə bir mövzu çıxar, mən də danışaram. Bu arada gələn həftə qeyb dişlərimi qəşəng ağardacağam. İndidən onun həvəsini yaşayıram, sevinirəm. Sadəcə bir dənə pis şey var ki, biraz kofe içə bilməyəcəm. Son 2 ildə çox kofe tükədirəm, dəhşət dərəcədə. Və bu da hiss edirəm ki, dişlərimin rəngini artıq dəyişir. Bilmirəm, bəlkə də mənə elə gəlir. Mən dişləri biraz diş mövzusunu beynimə takan insanam. Həmişə kameraya baxıb danışmalıyım. Belə baxıb danışıram, biraz qəribə çıxır videoda. Ev yoxdur, olsun. Hə, biraz belə danışım. Hə, dişlərimi həmişə biraz takıram beynimdə. İstəyirəm ki, həmişə ağ olsun da. İnanmarsınız, yəni mən deməli nə edirəm? Temudan aldığım 9D təmizləmə tozu ilə təmizləyirəm. Sonra splat macunu ilə təmizləyirəm. Sonra splatın ağız yaxalayıcı suyu ilə yaxalayıram dişlərimi. Всё. Ondan sonra mənim ürəyim yerinə gəlir ki, mən yəni ağız təmizliyim tamamdır da, tas tamamdır. İndi də mən kas kimi çəkilirəm. Belə deyim də videoda, diş klinikasında. Doktor deyir ki, istəyirsənsə sənin dişlərini ağarda bilərəm. Mən də dedim, hə, istəyirəm, niyə istəmirəm ki? Gələn həftə yəqin ki, onun vloqunu çəkəcəm. Diş ağartma prosesim. Çox güman ki, diş daşlarımı da təmizləyəcək. Hamısını eləyən kofedir. Neyinimi, Amerikan içməsəm oyanıb işə gedə bilmirəm. Çox pis yuxuluyuram. İşdə də ən azı 2 saata özümə gəlirəm. Onun yarısı iş başlayırsa, mən 12-də ancaq işin başına keçə bilirəm. Hətta bu indi Şəkiyə səyahət elədiyim rəfiqəm də mənim iş yoldaşımdır. Özü görürəm ki, yuxuluyuram stolun üstündə. Yəni o kofe içilməlidir. Ya işdə, ya da evdə. Baxır indi necə. Hə, rəfiqə demişkən, bizim əslində səninlə mövzum, siz yox, səninlə mövzum rəfiqələrlə bağlı idi. Mənim yaralı yerim. Mənim həyatımda çox az rəfiqə var. Əvvəl çox idi, hədsiz dərəcədə çox idi, çevrəm də geniş idi, amma zamanla çevrəmi azaltdım. Çünki enerjimi sömürdüklərini hiss elədim və negativ insanları sevmirəm. Sən də sevmirsən də yəqin ki. Bəli. Çünki insanın enerjisini məncə sömürürlər də. Gəl, bugün bizim konuk şeyimiz sənsən, oyuncumuz sənsən, konuk oyuncumuz Mira xanım. Teşekkürler. Mən nə qabaq heç buraya gəlib gəzirdim buralara, yoxsa yox, elə mən vəsilə oldum sənə. Bizimkilerle ancaq. Yoxsa. Yoxsa görüm. Məncə dost səmimiyyətinə nə qədər inanırsan? So. Mən də çox inanmıram dost səmimiyyətinə. Məncə deyib gülmək var bu həyatda. Yəni içdən kimsə inanıb ürəyimi aça bilmirəm mən şəxsən bir dost olaraq. Çünki zamanında açmışam, hal-hazırda o insanlar mənim yanımda deyirlər. Hələ söz dalında zıplıyor. Mən amma nə bilim, əslində dostum üçün
İlk dost qazanını neçə yaşında almışam? Məsələn, mən 11-ci sinifdən 1-ci kursa keçəndə almışam ilk dost qazanını. Elə Məktəb vaxtları. heç səbəbi olmadan boş bir şey üstündə ilk rəfiqəmlə əlaqəm kəsildi. Hətta xatırlayıram, onu itirəndə çox ağlamışdım. Hədsiz dərəcədə ağlamışdım. Ona velosiped sürürdüm, o mənim sinif yoldaşım idi. Həm də həmişə bir yerdə otururduq da. Həyatımda ilk dəfə idi ki, canla başla bacı kimi hiss elədiyim rəfiqəm o idi. Onu itirmək mənə çox təsir eləmişdi. Yəni pis olmuşdum, qırılmışdım. İlk dost qazanımı ondan almışdım. Heç nədən, yox bir səbəbdən əlaqəmiz kəsilmişdi. Hələ heç yadımdan çıxmaz. Birinci kursda mən onu metroda görmüşdüm. Şeyə gedirdi, universitetə gedirdi. O Bakı Dövlətdə oxuyurdu, mən memarlıq inşaatda. Avtovağzalın keçidində onu gördüm. Uşaq kimi onun adını qışqıra-qışqıra dalınca qaçdım. Amma o məni gördü, məni saymadı. Girdi metroya, çıxdı, getdi. Vaqona mindi, çıxdı, getdi. Onda mən başa düşdüm ki, bu həyatda heç bir qıza, yəni o qədər dəyər verməməliyəm, həqiqətən. Ağzı gözü əymi. Sən mənim adını qoydum da travel dostumsan. Bundan sonra sənə daha çox səyahət edəcəm. Gələn dəfə planlayaq tətildə. Gedək. Tbilisi deyirsən. Tbilisə gedəcəm uşaqlar. Məzuniyyət götürəcəm. Gedəcəyik. Amma dəqiq deyil, çünki iş qururam mən hələ. Hər şeyi atıb onu şey eləyə bilmərəm. İş ala benim, iş ala. İş xanım, mən xəbərim yox idi. Mən işdəydim mən. Hə. Sonra nədən danışırdıq? Elə dostluqdan danışırdıq. Ümumiyyətlə, məsələn, bu həyatda mənim anam həmişə mənə deyirdi ki, sənin rəfiqən ailəndir. Buna çox qatılıram. Amma mən indi deyəsiniz ki, adam hər sirrində oturub ailəyə tam açıb danışa bilmirdi. O şeylər də var. Mira mən oradan təsdiqləyir. Thank you. Bir də arada belə like qoy ki, sənə izləyicilərim görərsə. Mamam deyirdi ki, məsələn, sən dediyin o cümlə versiyalara çevrilib başqa adamlara yayılır da. Həqiqətən o haqlıdır. Yəni mən elə cümlələrimi elə adamlardan elə vəziyyətdə eşidirdim ki, özüm şoka düşürdüm ki, axı mən bunu belə deməmişdim. Bu söhbət niyə belə həvrilirdi, çevrildi, fırlandı, gəldi, belə çatdı da mənə. Ya ortada qalırdım, ya pis olurdum. Ümumiyyətlə mən çalışırdım ki, 5 nəfər, 6 nəfər qırışır. Rəfiqəm də olsa onun tərəfini əvvəl tuturdum. Amma bu yaşımda tutmuram. Sadəcə dinləyirəm. Çünki niyə? Ay bala, bu adam özünü pis eləmir, səsini çıxartmır. Mən bunun əvəzindən niyə də aşıq özümü ortalığa atmalıyam? Mən də pis olmaq istəmirəm. Nöqtə. Bu qədər. Hə. Əslində mən dost mövzusunda çox yaralıyam. Çox şey danışa bilərəm. Çox şeylər danışa bilərəm. Bəlkə onda siz və sən mənə haqq verərsən ki, niyə ətrafımda, çevrəmdə cəmi 2 nəfər və yaxud da 3 nəfər var. 2-3 nəfərim var həqiqətən. Belə tutarlı səbəbim də yoxdur. Belə yoluşma, bağırışma, vuruşma, qırılmalar. Elə bir şey yoxdur. Sadəcə hörmətsizlik götürmürəm. Baxıram kənardan ki, mənə qarşı bir hörmətsizlik var. Mən də uzaqlaşıram. Zənglərə cavab vermirəm, mesajlara cavab yazmıram. Belə. Bir 2 aydan sonra da followdan çıxartırım. Ay, tüm sırlarımı anlattım ya. Bilirsiniz uşaqlar, elə özümün dostuyum. Valla. Neynirəm? Bax, dərdləşməyə ehtiyacım var. Miranı da vurduq qoltuğumuza, gəldik Şəkiyə. Dərdləşirik ağacla, börtü böcəklə. Dərdləşiyoruz. Nəsə əlavəm var. Niyə elə baxsan? Amma sən şirinsin. Azər, mən şirinəm. Mən şirin. Ola bilərmi ki, sən elə gəlirik? Olayım. Hə, birazdan mağazaya gələcək. Əslində vlog kimi qoymaq istəyirəm, sözün açığı. Bu arada yolda gələndə 15 manata, 10 manata ayaqqabılar satırdılar, mağaza bağlanırdı. Deyirəm ki, işi böyüdürsünüz, yoxsa batırırsınız, deyir, bilmirik, deyəsən batırırıq. Hə, oradan 2 dənə ayaqqabı aldım. Biri qara rəngdə idi. Mira mənə çəkib qoyaram indi. Prosta xanımlar dönə-dönə xahiş elədi ki, üzümüz düşməsin. İndi Şəkidən də özümə klient tutdum Rent Meduzaya. Dedim, mənim səhifəmi izləyin də nə olar ki, mən libas kiraya verirəm. Hə. Heç nə. Qəşəng 2 dənə ayaqqabı aldım. Oradadır. Axot yoxdur geyib götürməyə. Yəqin ki, elə videonun kəsintisi ilə qoyaram. Bugün qəşəng tətil planlayırıq. Bu gördüyünüz bağda bir manqal çəkəcəyik qəşəng. Toyuq kebabları.
Axşama belə efkarlı bir masa, türk masası olur, qəşəng meyxanə gibi. Burada notebook'umuz da var, gətirmişik. Və təsdiqləyir. Sabah da yəqin ki, piknik eləməyi düşünürük. Şəki yaylasına ya da hardasını baxaraq qəşəng bir mənzərəli yerdə. Onda da yəqin yaylada da bir dənə açaram video, sizlə danışaram. İstəyirəm ki, dolu olaq. Elə və sizlə bir yerdə sizə buraları gəzdirirəm, deyiləm. Bu qədər. Gözəldir hava. Düzdür, avtovağzaldan bura gəldik, canımız çıxdı. Çox pis istidir. Hətta mən biraz pörtmüşəm də istidən. Sən də pörtmüsən, bayağı pörtmüsən. Pomidora dönmüşük. Hə, bu qədər. Özünə yaxşı bax. Qurban bayramı bir daha mübarək olsun. Videomun ardı gələcək. Çalışacağım ki, hər gün YouTube'a video paylaşım. Bu kanalı böyütmək istəyirəm, başa düşürsünüz. YouTuber olmaq istəyirəm, bu qədər. Buradan da para Takip edin. kazanacağım. Abone olun. Nə? Nə deyirsən? Birini takip edin. Abone olun. Hə, takip edin, abunə olun dostlar. Instagramda Tamar Atayın yüzü kimi. Instagramda Dirəcikdə baxmıram. Amma komentarilərdə bir vaxtım olanı cavab verirəm. Elədir deyəsən, bilmirəm, hatırlamıram. Belə. Sağ ol. Bye. Bye.